Deməli, bir xəstədir, 79 yaşı var. Ludwig anjiyoması başdan deyim deyə raporladım və düşünürəm. Çünki pasiyentin gördüyünüz kimi dilinin ön hissələri və eləcə də submental yumuşaq toxumalar, submandibulyar yumuşaq toxumalar müəyyən sekvensiyalarda diffuz şəkildə ödemli olaraq izlənilir. Bu sahələrdə inflamasiya əlamətləri və ödem sahələri mövcuddur. Söz edilən bu görünüş Ludwig anjiyoması baxımından anlamlıdır. Bu pasiyent müayinəni sona qədər tolerə edə bilməsə də bu şəkildə görüntülər əldə olundu. Bu da öndən çox hərəkətli görüntü olsa da belə bir görüntünü göstərmək və paylaşmaq istədim. Normalda bu müayinənin kontrastlı aparılması və söz edilən bu sahələr içərisində absesin araşdırılması tövsiyə edilir. Ancaq bizim əlimizdə sadəcə hərəkətli T1 aksial görüntü var. T2 aksial görüntülər və ya yağ basqılı görüntülər də yoxdur. Ludwig anjiyoması daha çox diks çürükləri kimi ağız boşluğu infeksiyon proseslərindən qaynaqlana bilir. Bu pasiyentdə protezin əmələ gətirdiyi yara infeksiyon sonrasında bu şəkildə bir infeksiyon prosesi əmələ gəlib və Ludwig anjiyoması olaraq dəyərləndirdim bu görüntünü. Sizinlə də paylaşmaq istədim ki, belə bir təcrübəniz olsun. Belə.